Bugün Novruz üçün hansı ki qədimi belə vedrələr olur, kağızdan ondan hazırlayacağıq. Bir parça gördüyünüz kimi belə bir kağız götürürsünüz, belə əlinizlə burub kleyləyirsiniz və altına da bir parça kağız yapışdırırsınız. Balaca bir kağızdan isə qurtları hazırlayırıq, bu formada kəsirik və ortasını belə deşirik, daha sonra qıraq tərəflərindən yapışdırırıq. Vedrəmizin əl tutan yeri üçünsə belə bir tel götürürük, qıraq tərəflərini bururuq, həmən deşik ki açmışdıq, onun içərisinə keçirdiririk. Daha sonra qədimi belə bir effekt almaq üçün qıraq tərəflərindən hansı ki belə bir sapla, toxunma sap ola bilər və yaxud belə həsir sap ola bilər, qırağından yapışdırırıq. Və hardasa 1 sm aşağısından da həmən ipdən yapışdırdıqdan sonra bütöv şəkildə ağ boya ilə vedrəmizi boyayırıq. Belə bir güllü və yaxud naxışlı bir salfetkanı götürürük, 3 layının üçünü də çıxardıb üz qabığını yapışdırırıq həmən vedrənin üstünə. Daha sonra isə qəhvəyi rənglə qıraqlarını boyayırıq və 1-2 dənə də içərisinə atırıq həmən boyadan ki, biraz belə işlənmiş effekt versin. Daha uzun versiyalar üçün YouTube kanalıma baxa bilərsiniz və lütfən videonu kaydetməyi, bəyənməyi unutmayın.